Siz izləyicilərim, mən bugün sizlərlə asan və dadlı cemli piroq resepti bölüşəcəm. Bizə lazım olacaq ərzaqlar 3 stəkan un, 250 qram yağ, stəkan yarım pesoq, kabartma tozu, limon qabığı və ölçüsündən asılı olaraq 3 ədəd yumurta. Mənim istifadə etdiyim yumurtaların ölçüsü balaca olduğuna görə mən 5 ədəd istifadə etdim. Yağı əndədən keçirdib uma çalına gətirəcəyik. İldə yağ və unu uma çalına gətirdikdən sonra üzərinə pesoğu, kabartma tozunu əlavə edib qarışdırırıq. Limonun qabığını rəndələdim və yumurtalarımızı da əlavə edib xəmir yoğururuq. Ələ yapışan bir xəmir hazır olur. Sonra bu xəmiri 2 bərabər hissəyə bölürük. Formada 2 hissəyə böldüm. Ayırdığım xəmirləri soba listinə heç bir yağlı kağız əlavə etmədən, soba listini yağlamadan əl vasitəsilə soba listinin içərisinə yayıram. Hazırladığımız kündələri soba listinə bu şəkildə yayırıq. Bir ədəd korjumuz hazır oldu. Hissəsi də pişdi, hazır oldu. Və biz bunların arasına armud cemi çəkəcəyik. Zövqə görə də istəyən başqa cemlərdən də istifadə edə bilər. 2 hissəni də cemlədikdən sonra qıraqlarından çıxan hissəsini qırıntı eləyib üzərinə səpirik. İndi mən bunu doğrayıb servis edəcəm. Və mən servis etdim artıq. Cemli piroqlarımız hazır oldu. Siz izləyicilərim, mən bugün sizlərlə asan və dadlı cemli piroq resepti bölüşəcəm. Bizə lazım olacaq ərzaqlar 3 stəkan un, 250 qram yağ, stəkan yarım pesoq, kabartma tozu, limon qabığı və ölçüsündən asılı olaraq 3 ədəd yumurta. Mənim istifadə etdiyim yumurtaların ölçüsü balaca olduğuna görə mən 5 ədəd istifadə etdim. Yağı əndədən keçirdib uma çalına gətirəcəyik. İldə yağ və unu uma çalına gətirdikdən sonra üzərinə pesoğu, kabartma tozunu əlavə edib qarışdırırıq. Limonun qabığını rəndələdim və yumurtalarımızı da əlavə edib xəmir yoğururuq. Ələ yapışan bir xəmir hazır olur. Sonra bu xəmiri 2 bərabər hissəyə bölürük. Formada 2 hissəyə böldüm. Ayırdığım xəmirləri soba listinə heç bir yağlı kağız əlavə etmədən, soba listini yağlamadan əl vasitəsilə soba listinin içərisinə yayıram. Hazırladığımız kündələri soba listinə bu şəkildə yayırıq. Bir ədəd korjumuz hazır oldu. Hissəsi də pişdi, hazır oldu. Və biz bunların arasına armud cemi çəkəcəyik. Zövqə görə də istəyən başqa cemlərdən də istifadə edə bilər. 2 hissəni də cemlədikdən sonra qıraqlarından çıxan hissəsini qırıntı eləyib üzərinə səpirik. İndi mən bunu doğrayıb servis edəcəm. Və mən servis etdim artıq. Cemli piroqlarımız hazır oldu.